oldi bilan boshqalarni o'ylash. Rivoyat qilinishicha, Masruq eg'ir qarzdor bo'lib qopti. Birodari Haysamaning gardindimi qarz bor ekan. Masruq Haysamaga bildirmasdan uning qarzini to'lab etibdi. Haysama Masruqqa bildirmasdan Masruqning qarzini to'lab etibdi. Mana bu boshqalarning manfaatini o'z manfaatidan a'lo bilganlikdir. Mana bu mardlik va saxiylikning, fidokorlik va ihsonning yuqori pallasi bo'lib, do'stlik va muhabbatga, poklik va samimiyatga intildiradigan axloqdir. Alloh taolo bu sifatlar bilan payg'ambar alayhissalomning ansoriy sahobilarini maqtab mundaq degan: والذين تبوأوا الدار والإيمان من قبلهم يحبون من هاجر إليهم ولا يجدون في صدورهم حاجة مما أوتوا ويؤثرون على أنفسهم ولو كان بهم خصاصة. Ulardan, yani muhacirlar kelishdən ilgiri Medinede yerlik bolğan, imani güçlük bolğanlar, yani ensarlar, yeniği hicret qılıp kelgenlerini, yani muhacirlarni dost tutudu. Ularga birilgen narsalar üçün içtarlık qılmaydı. Ular muhtaç turğuluq muhacirlarning menfaatini özlerinin menfaatidan a'la bilidu. Şəxsiyyətsizlikning tüvənlikdə katta faydaları və isil mevilləri var. Birinci, Müslümanlar arasında özara qollaş və həmkarlıqni umumlaşdırış. İkinci, yaxşılıq və bərəkət keltirib, cəmiyyətdəki maddi yetersizlikni tükütüş. Üçüncü, mükemmel iman və güzel İslam sahibi buluş. Dördüncü, Allah'ın sevgisi və razılıqına erişiş. Beşinci, kişiler arasında ülfetleşiş ve mehr muhabbetini peyda qilish. 6. Bexillik ve şəxsiyyətçilikdən saqlanış. Yuqorqi sifatlar mehr muhabbetning ifadeleri bulup, bularga ega bo'lg'ichi jannatlik bulup, do'zaxdan azat boludu. Bu isil axloq bilan zinnatlanib, Allah ular haqida mundaq degan kishilarning qatoridan bo'la olganlarga muborak bo'lsin. ومن يوق شح نفسه فأولئك هم المفلحون. Öz nefsinin bexilliqidan saqlanğanlar maqsadga erishguchilardir.